Deməli uşaqlar, bu videoda 2023-cü il sınaq 1-in izahını verəcəm. 31-ci suala baxaq. Albaniya tarixində eramızın ilk əsrlərinə aiddir. Pompeyin yürüşünə məruz qalması. Pompeyin yürüşünə məruz qalması eramızdan əvvəldir. Ona görə bunu götürmürük. Arşakilər sülaləsi tərəfindən idarə edilməsi. Bəli, Arşakilər sülaləsi tərəfindən eramızın 1-ci əsrdən tutmuş, ta ki götürəcəyi 6-cı əsrə qədər idarə edilmişdir. Alan tayfaların yürüşünə məruz qalması. Bəli, bunu da götürəcəyik. Niyə? Çünki Alan tayfaları 1-ci, 3-cü əsrlərdə yürüş eləmişdi. Ən böyük yürüşləri də elə 72-74-də eramızın ilk əsrlərinə aiddir. 1-ci Şapur tərəfindən idarə edilməsi isə ümumiyyətlə Sasanilərə aiddir, yəni Albaniya tarixinə aid deyil. Götürəcək 2-3, ona görə 31-də Y variantı. 32, 8-ci əsrin əvvəllərində Ərəb Əmirliyinin mərkəzi olmuş şəhəri müəyyən edin. Əgər 8-ci əsrin əvvəlləri deyirsə, biz bu zaman götürəcəyik 3 ərazisini. Nəyə görə? Çünki 8-ci əsrin əvvəllərində Albaniya süqut eləyir, onun paytaxtı artıq Ərəb Əmirliyinin mərkəzinə çevrilir. Amma 8-ci əsrin əvvəllərinə kimi desəydi, onda Dəbil götürəcəyik. Ona görə cavab 32-də Y variantı olacaq. 33-ə baxaq. Türk xaqanlarının hakimiyyətə gəlmə ardıcıllığını müəyyən eləyin. Burada uşaqlar, deməli birinci götürürsünüz Avropa Hunu, çünki Balamirdir. Birinci eramızın hansı ki 4-cü əsrində götürəcəyik. Ona görə birinci Balamiri götürürsünüz. Daha sonra götürəcəksiniz Aksuvarı, hansı ki biz götürürük onu da 5-ci əsrin 30-cu illərində, 4-cü əsr, 5-ci əsr. Daha sonra götürəcəksiniz deməli Bumunu, hansı ki 552-ci ildə 1-ci Göytürk dövlətinin əsasını qoymuşdu. Daha sonra isə Bökü xaqanı götürəcəksiniz. O artıq 8-ci əsrdədir. Ona görə sırayla getsək görəcəksiniz ki 2, 4, 1 və 3. Yəni 2 Qərbi Hunu götürəcəksiniz, 4 Ağ Hunu götürəcəksiniz, 1 birinci Göytürkü götürəcəksiniz, 3-də də götürəcəksiniz hansı ki Bölgü xaqan olmuşdu Uyğurların. Getdik sual 34. Azərbaycanda, yəni burada 33-də A variantı götürdük. 34. Azərbaycanda Sasani hökmranlığı dövrünə aid deyil. Baxaq, yerli müstəqil dövlətlərin yaranması. Elə uşaqlar cavab budur. Sasani hakimiyyəti dövründə hansı dövlət yaranmışdır? Məsələn, ölkə ərazisində türk tayfalarının axın etməsi, bəli, axın edir. Hətta Sasanilər onların qarşısını almaq üçün biz deyirik ki, Dərbənd səddində inşa etmişdi. Xristianlıq dövlət dini elan etməsi, bəli, Urnar tərəfindən elan edilmişdi. Verginin torpaq sahəsinə görə alınması, bəli, Sasanilərdə vergi bu yolla alınırdı. Vahid xalqın yaranması prosesi sürətlənmişdi. Bəli, niyə? Çünki şimalla cənub vahid halda Sasanilərin hakimiyyəti altında, yəni Fars mənşəli olsalar da onların hakimiyyəti altında birləşmişdi. Yəni burada yerli dövlət hər hansı bir yeni dövlət yaranmamışdı. Sual 35. Eyni Venn diaqramda 1 Makedoniyanı göstərib, 2 Romanı, 3 isə oxşar cəhətlərini göstərmişdi. Baxaq. Yunanistanın işğal edilməsi. Uşaqlar, bax bunu çoxu qarışdırır. Yunanistanın işğal edilməsi deyirsə, bunu həm Romaya, həm də Makedoniyaya götürəcəksiniz. Bu sizi çaşdırmasın. Gəlin baxaq nəyə görə. Makedoniya Yunanistanı biz bilirik ki, Filippin dövründə, Makedoniya əsgərlərinin atasının dövründə Sparta ilə Afina üzərinə yürüş eləmişdi. Onların zəifləməsindən istifadə etmişdi. Hətta Xronoya döyüşü olmuşdu. Roma da Yunanistanı eramızdan əvvəl 146-cı ildə işğal etmişdi. Ona görə hər ikisini oxşar cəhət götürürsünüz 3-ə A-nı. Əhəmənilərlə mübarizə aparılması. Əhəmənilərlə məsələn Makedoniya ilə müharibənin təbii ki biz bilirik. Olsun məsələn Qavqaliyama döyüşünün özü. Amma Roma ilə mübarizə yoxdur. Birə beyni götürürsünüz. Misirin işğal edilməsi. Misirin işğal edilməsi də ikisi üçündə oxşar cəhətdir. Makedoniyalı İskəndər biz bilirik ki, Misirə yürüşü olmuşdu eramızdan əvvəl 334-cü ildə. Amma Romanın da Misirə işğalı, hansı ki Antoni ilə biz deyirik ki, Oktavian arasında mübarizə nəticəsində aksi döyüşündən sonra olmuşdu. Ona görə Misirin işğal edilməsini götürəcəksiniz 3-ə oxşar cəhət. Sasanilərlə mübarizə aparılması. Sasanilərlə mübarizəni təbii ki Roma aparmışdı. Hətta Albaniyada onların müttəfiq olmuşdu. Qədim Albaniya dövlətinin məğlub edilməsi sözsüz ki, bu da Romaya aiddir. Makedoniya ilə Albaniya dövlətinin mübarizəsi ola bilməz. Makedoniya imperiyası parçalanandan sonra yaranmışdı. Roma ilə də olsun Kür çayı sahili döyüşü, olsun Qanıq döyüşü, eramızdan əvvəl 36 döyüş, hamısında Albaniya məğlub edilmişdi. Ona görə 1-ə B, 2-yə D götürürük, 1-ə B, 2-yə D, Y götürdük, 3-ə isə A ilə C-ni götürdük. Yəni burada cavab olaraq götürəcəyik C variantını. Baxaq. Sual 36. 1-ci Dünya müharibəsi gedişində 1916-cı ildə baş vermiş döyüşlərin sxemini tamamlayın. Sommanı verib, Jutlandiyanı verib və bir də götürəcək Kütül-Amara, çünki 1916-dadır. Sarıqamış 1914-dədir, Marna 1914-dədir, Kaparak da 1917-dədir, Qalitsa isə 1915-ci illərdədir. Sırf bizdən 1916 istədiyinə görə Kütül-Amara döyüşünü götürürük. Gəlin baxaq, sual 37-ci.
Deməli, Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mədəni quruculuq tədbirlərinə aiddir. Baxın uşaqlar, mədəni quruculuq dediyinə görə ilk növbədə addım atacaqsınız nəyə? Burada siyasi, hər hansı və yaxud da iqtisadi tədbirlər varsa, onları çıxacaq. Məsələn, Himayədarlıq Nazirliyinin yaradılması qaçqınların himayə olunması üçün yaradılmışdır, qaçqın və köçkünləri və bu mədəni quruculuq deyil. Ona görə üçü həmişə çıxdaş üsulundan variantlardan çıxsaz görün nə qədər rahatlaşdı. 4-lə 5 konkret var. İlk Milli Kitabxananın fəaliyyətə başlaması, Dövlət Teatrının təşkil edilməsi və variantımız olacaq birincisi də Teleqraf Agentliyinin yaradılması 1920-ci ildə. Ona görə də götürəcəyik 1, 4 və 5. 7-də A variantı, 37-də. 38. 100 illik müharibə nəticəsində ərazisinin böyük hissəsini işğaldan azad edən dövləti xəritədə müəyyən edin. Uşaqlar, baxın, burada 1 İngiltərədir, 2 İtaliyadır. 1 İngiltərə, 2 İtaliyadır, 3 Almaniyadır, 4 Fransadır, 5 də İspaniyadır. 100 illik müharibə biz bilirik ki, 1 ilə 4 İngiltərə ilə Fransa arasında olmuşdu və burada B variantı götürəcəyik. Çünki Fransa öz ərazisini İngiltərədən azad edir. İngiltərənin əlində yalnız Kale limanı qalır. 39-a baxaq. Ana xaqanlığının mövcud olduğu dövrə aiddir. Yəni, üst paleolitdən tutmuş erkən tunc dövrünə aid olanları bizdən soruşur. Baxaq. İlk əmək alətlərinin hazırlanmağa başlanması. Burada ana xaqanlıq yox idi, çünki bu alt paleolitdədir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi əgər orta tuncdadırsa, bu ata xaqanlığı dövrüdür, götürmürük. Siklopik qalaların inşa edilməsi, bu da ata xaqanlığıdır, son tunc dövrüdür, götürmürük. İnsanların qəbilə icmasında yaşaması, bəli, ümumiyyətlə, ana xaqanlığın mövcudluğu dövründə üst paleolitdən tutmuş erkən tunca qədər insanlar qəbilə halında yaşamışdı. İbtidai əkinçiliyin əsası da əgər mezolit dövründə qoyulubsa, ana xaqanlığı dövrünə aiddir. Çünki baxın, üst paleolit dövrüdür, ondan sonra mezolitdir, neolitdir, eneolitdir, hamısında ana xaqanlığı dövrüdür. Ona görə 39-da götürəcəyi variant olaraq D variantını, yəni 4-lə 5-i. Sual 40. 2-ci Axsistanı verib, Şeyx Üveysi verib və Şirvanşah 1-ci İbrahimi verib. Baxaq. Deməli, deyir ki, Hülakilərin vassalı kimi ölkəni idarə etməsi. Bu 2-ci Axsitanda biz bilirik ki, 3-cü yürüşü zamanı yürüş olunmuşdu və 3-cü yürüşü zamanı hansı ki, deyirik ki, 2-ci Axsistan ölkəsinin müstəqilliyini qorumaq üçün tabi olur. 2-yə götürürük A-nı. Sonra, Əmir Teymurun Qızıl Ordu və Osmanlı dövlətinə qarşı yürüşlərində iştirak etməsi, bu təbii ki, 1-ci İbrahimə aiddir. Əmir Teymurun hansı ki, yanına gedib tabeliyini ona bildirmişdi. 14-cü əsrin 50-ci illərində Təbrizin paytaxt şəhərə çevrilməsi. 1300 biz deyirik ki, 40-cı ildə hansı ki, Cəlalilər dövləti yaradılır. 1359-cu ildə Bağdaddan Təbrizə köçülmüşdür. Ona görə Şeyx Üveysə götürürük. Kəsranilər sülaləsinin son nümayəndəsi, onun burada adı yoxdur, Huşəngdir. Ağqoyunlara tabi olması isə heç birinə aid deyil. Ona görə 40-da variant olaraq uyğun gəldi B variantı. 1-ə A, 2-yə C, 3-ə B. Sual 41. Daha sonra olmuşdu. Monqolların Polşa və Məzar qoşunlarına qalib gəlməsi. 13-cü əsrin 40-cı illəri götürürsünüz bunu. Sonra Qazan və Əjdərxan xanlıqlarının yaranmasına 15-ci əsr Qızıl Ordanın parçalanması ilə götürürsünüz. Rus torpaqlarının Qızıl Ordadan asılılığına son qoyulması, bu Qura görüşü ilə götürəcəksiniz 1480-ci il. Reformasiya hərəkatının başlanmasını götürəcəksiniz 1517-ci il. Teymuri imperatorluğuna son qoyulmasını da götürəcəksiniz 16-cı əsrin əslində əvvəlləri götürəcəksiniz. Daha sonranı istədiyinə görə biz D variantını götürəcəyik. Reformasiya hərəkatı, çünki 16-cı əsrdir. Sual 44. 15-ci əsrdə Azərbaycanda mövcud olan torpaq mülkiyyət formaları. Baxaq uşaqlar. Deməli, ilcə. İlcəni götürəcəksiniz. Ümumiyyətlə 9-11-ci əsrlərdə yoxdur burada. Sonra Tiyul 16-cı əsrlərdədir, Səfəvilərin dövründə yoxdur. İqta bəli mövcud idi. İqta ümumiyyətlə 15-ci, baxın bir şeydə diqqətli olacaqsınız. İqta əslində mövcud deyildi. Niyə? Çünki artıq Ağqoyunlu və Qaraqoyunlu yaranır deyə İqtaya son qoyulur və soyurqal yaranır. Əslində dərinliyinə getsək, soyurqal Qaraqoyunlardan yaranıb, Qaraqoyunları da dövlət yaratmamışdan qabaq bəylik də olub deyə həmin dövrdən götürülür. Yəni deyirsiniz ki, axı 1410-cu ildə dövlət yaranıb, o dəqiqə soyurqal paylanıb, ona qədər iqta olub. Xeyr. Yəni bəylik dövrü də olduğuna görə